Çox böyük təcrübə əldə eləyəsi bir oyundur. Azərbaycan futbol tarixində bu bir ilkdir. Çempionlar Liqasının play-off mərhələsində oynamaq və əlaqədə belə bir komandaya qarşı, Newcastle-a qarşı hansı ki, çox tanınmış, çox köklü bir klubdur və dünyanın bir nömrəli liqasından gəlmiş bir komandadır. Düzdür, vaxtımız az oldu hazırlaşmağa, amma futbolçuların hazırlığına baxıram kənardan, ümumiyyətcə onların diqqətinə, onların oyun haqqındakı fikirlərinə çox məsuliyyətli davranırlar və çox həyəcanlıdırlar. Bu mənə biraz inam verdi ki, göstərdi ki, futbolçularımız bu oyunu səbirsizliklə gözləyirlər və hər biri ayrılıqda baxıram, düşünürlər ki, sabah özlərinin ən yaxşı oyunlarından birini oynamağa. Rəqibə baxmışıq, bəlkə də bizə uyğun olmayan bir oyun stilləri var. Buna baxmayaraq, inşallah çalışırıq ki, öz doğma meydanımızda, öz azarkeşlər önümüzdə yaxşı bir mübarizə aparmağa, ağıllı bir oyun oynamağa və əlaqəsə cəsarətli bir oyun oynamağa. Bəzi komponentlərdə rəqib bizi üstələyir, ümumiyyətcə çox həm fiziki gücə malik, həm çox sürətli futbol oynayan bir rəqibdir. Amma hər bir halda inanıram ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərməyə bacaracaqlar və özlərinin ən yaxşı oyunlarından birini oynayacaqlar. Əgər biz nəyisə əldə etməyi istəyiriksə, arzulayırıqsa, gərək biz daha çox yaradıcı olmalıyıq, daha çox biz çalışmalıyıq, çox variantlar axtarmağa ki, rəqib qapısında. Buna baxmayaraq, mənim illərdir, mənim futbolçularımdan tələbim odur ki, biz hücumda ola düzgün müdafiə olunmağı bacarmalıyıq və bunu biz daima həm məşqlərdə, həm oyunlarda bunu tələb edirik və amma dediyim kimi reallıq var, rəqib də əlbəttə bunu düşünür və rəqibin bəzi oyuncularının ustalığı, onların keyfiyyəti bəzən bizim düşüncəmizi görsən geridə qoyur. Sabah elə bir oyundur ki, çox istərdim ki, azarkeşlərimiz oyundan həzz alsınlar. Hətta məğlub olsaq belə yaxşı, açıq futbol görsünlər, yaxşı dinamik futbol görsünlər və bunu istərdim. Ola bilər oyunun gedişatında hansısa bir yorğunluq hiss olunsun, amma İnanıram ki, onlar yenidən əlavə güc tapıb, özlərini toparlayıb, sonraki mübarizə aparmağı bacaracaqlar. Biz düzgün yoldayıq, biz böyük turnirdə, böyük komandaların sırasındayıq, onlarla yan-yanayıq və bu bizə əlavə güc, əlavə motivasiya və əlavə inam verir. Futbolda bəzən çox maraqlı nəticələr olur, biz də istərdik ki, həmin o maraqlı nəticələrin sırasına daxil olaq və sabah çəkinməyərək biz meydana çıxacağıq.